Salam, hər vaxtınız xeyir olsun dostlar. Testimizin izahına keçək. Öncəliklə sizə demək istəyirəm ki, burada bir ifadəmiz var. Nobody but army. Burada but sözünün mənası except-ə bərabərdir. Yəni, ordudan başqa heç kim. Bunu yadda saxlayaq. But bərabərdir except. Daha sonra baxaq cümləmizə. Press members the locations where nobody but army. Deməli, mətbuat üzvləri həmin yerlərə daxil ola bilərlər və yaxud da daxil olmalıdırlar. Hara ki, ordudan başqa heç kim daxil ola bilmir. Biz indi baxaq cümləmizdə zaman zərfi yoxdur. Əgər zaman zərfi yoxdursa, ipucu kimi deyim ki, biz past zamanda olan modal fe'llərimizi çıxırıq buradan. A variantında could get, sonra C variantında would enter və D variantında was able to get in. Bu variantlar çıxdıqdan sonra bizə B və Y variantı qalır. B variantı ikinci tərəf üçün has to get in, burada məcburiyyət, yəni daxil olmaları gərəkən yerlərə, burada isə bizə daxil ola bildikləri yerlər yazılmalıdır. Yəni biz modal fe'l olaraq can götürəcəyik. Press members can enter the locations where nobody can get in but army. Yəni mətbuat üzvləri ordudan başqa heç kimin daxil ola bilməyəcəyi yerlərə daxil ola bilərlər. Yəni onların belə bir icazəsi var. Cavabımız olur E variantı.